Festivalın bağlanış mərasimi noyabrın 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində gerçəkləşib. Tədbirə artıq 3-cü dəfə ev sahibliyi edən təhsil ocağında qaliblər mükafatlandırılıb. Ənənəyə sadiq qalınaraq festival dostluq oyunu ilə yekunlaşıb. Azmiyon müəllimlər komandası ilə Azərbaycan futbol veteranları arasında keçirilən qarşılaşmada təcrübəli futbolçular 5-0 hesabı ilə qalib gəliblər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman direktoru Ramin Allahverdiyev tədbir barədə fikirlərini bölüşüb. Bu illərim artıq 3-cü dəfədir bu festival keçirilir. Məqsədimiz əlbəttə ki, zəfər tariximizi qeyd etməkdir, gələcək nəsillərə ötürməkdir. Tələbələrimizi festivala, idmana, marağın artırmaqdır. Bizim festivalda 7 universitet tələbələri iştirak edib. Şahmat, güləş, basketbol, voleybol, futsal, stolüstü tenis yarışları keçirilib artıq başa çatıb. Bu günlərim isə gördüyünüz kimi futbol veteranları ilə festivalımızı bağlı elan edirik. Azərbaycan Veteranlar İttifaqının sədri Oqtay Abdullayev isə bu kimi tədbirlərin idman ictimaiyyəti üçün əhəmiyyətini vurğulayıb. Hər il biz gəlirik bura, Zəfər turnirinin festivalında iştirak edirik. Minnətdarıq, biz veteran futbolçularla gəlmişik. Həm burada tələbələrlə görüşürük, həm bu oyunda iştirak edib sevinirik. Belə turnirlər çox olsa daha da yaxşı olar. Futbolumuzun inkişafına təkan olar. Xatırladaq ki, Zəfər İdman Festivalı ilk dəfə 2023-cü ildə təşkil olunub və hər il tələbələr arasında sağlam həyat tərzini təbliğ etməyi, həmçinin universitetlər arasında dostluq münasibətlərini gücləndirməyi hədəfləyir.